Salam, değerli həmvətənlər, değerli izləyicilərimiz, xoş gördün demək fikrindən uzağam. Çünki xoş görünmək üçün xoş pul qazanmaq lazımdır. Xoş pul qazanmaq üçün də gərək şəkilin icraatçısı kimi milləti soyub talayasan ki, bu xoş günləri görəsən. Ən azından ona görə ki, gedib içəridə 3-4 il yatıb, yerdə qalan yapışana bərəkət deyib, o əlində qalan milyonlarla da özünü və ailənin o necə deyim, təmtəraqlı yaşayışını təmin edəsən. Amma mən tamamilə bundan uzağam deyil, artıq ümumiyyətlə cinayətdən kənar durun hər zaman olduğu kimi. Mən də bunu sizə deməkdə məqsədim odur ki, bir hüquqşünas olaraq ən azından bir o hüquq kitablarını vərəqləyən birisi kimi deyirəm ki, cinayətdən uzaq olmaq hər kəs üçün vacibdir və qanundan qorxmaq yox, ona hörmət etmək gərəkdir, dəyərli həmvətənlər. Baş mövzumuza, yəni manşet mövzumuza keçməmişdən öncə mən dəyərli dostum, yəni Gəncənin tanınmış ziyalısı və çox gözəl həkim dostumuz olan, hər zaman təmənnasız yardımına ehtiyac duyduğumuz və heç bir təmənna olmadan bacarığı səviyyəsində bizə yardım edən gözəl dostumuz, o necə deyim, Fuad doktorun bugün ad günüdür. Fuad həkimi təbrik edirəm. Fuad həkimə bundan sonra da yaşayacağı, Allahın verdiyi ömür payını belə sağlam keçirmək istəyirəm. Ancaq bir arzum da var. Təbii ki, arzu bitmir. Mən arzu edirəm ki, gələn il bu zaman biz Fuad doktorun ad gününü elə mənim işğaldan olunmuş doğma Kəlbəcərimdə qeyd edək. Bu da bir arzudur. Ya qismətində bu məmur niyyət bizə imkan verəcək ya yox, amma bundan öncə bir şeyi xatırlatmaq istəyirəm ki, əziz həmvətənlər, mən sizə bir neçə nüans açmaq istəyirəm. Ötən canlı yayınlarımızda müəyyən qədər üstü dedim. Bildiyiniz kimi Daşkəsən rayon Dövlət Yol Polisi ilə bağlı bir material dərc etmişdik. Bu materialın silinməsini məndən xeyli sayda xahişlər gəldi və müraciətlər oldu. Mən sizə dedim ki, qardaş, qanun hər kəs üçün qanundur. Dövlət Yol Polisi üçün də qanundur, adi vətəndaş üçün də qanundur. Necə olur ki, bunlar cəzalanmır, amma yerdə qalanlar cəzalandırılır. Bundan sonra təbii ki, mənim oğurlanıb elə həmin sifarişi verilən Daşkəsən rayon polis rəisinin sifarişi ilə heç bir